Salam hörmətli müəllimlər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz özünə xidmət əməyi və əmək vərdişinin formalaşdırılmasıdır. Gəlin görək özünə xidmət dedikdə nə nəzərdə tutulur? Daha doğrusu nələr nəzərdə tutulur? Özünə xidmət dedikdə burada bir uşağın bədəninin təmizliyi, paltarının səliqəliliyi haqqında bilikli olması, məhz bunlara qayğı ilə yanaşması, lazımi işləri görməsi, daxili tələbata görə hazırlıq, gigiyenik qaydalara riayət etməsi başa düşülür. Daxili tələbata hazırlıq dedikdə burada müəyyən təbii ehtiyacların da nəzərə alınması, yəni bunların da təmizliyinin aparılması, gigiyenik qaydaların gözlənilməsi nəzərdə tutulur. Və məktəbəqədər yaşlı uşaqların həyatında özünə xidmətin tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, yəni bu uşaqlar gündəlik olaraq bunu zəruri tələbat kimi qarşılamalıdırlar və məhz uşaq özünə xidmət vasitəsilə özünə qayğı göstərməyin qədrini bilir. Özünə xidmətdə uşağın qarşısında ona aydın olan zəruri və konkret məqsədlər qoyulmalıdır. 3 yaşlı uşaq üçün özünə xidmətlə bağlı əməli fəaliyyətin hər biri cəlb edicidir. Yəni burada uşaqlarda müstəqilliyə imkan yaratmaq lazımdır. Öz tələbatını ödəməsi üçün şərait yaratmaq lazımdır. Bütövlükdə götürsək, uşağın iradəsi genişlənir. Məhz bu, belə deyək, özünə xidmət əməyində uşağın iradəsi gərginləşir və onun diqqəti bu proseslərə cəlb olunur. Yəni işi daha keyfiyyətlə icra etməyə sövq olunur. Orta qrupun uşaqları da geyinərkən daha sərbəst olurlar, öz aralarında söhbət edirlər. Yəni sərbəstlik bu dərəcədə artıq artır. Özünə xidmət vərdişinin formalaşdırılması üçün təbii ki, tərbiyəçinin də metodik hazırlığı vacibdir. Yəni burada özünə xidmət əməyi sadə tapşırıqlardan ibarət olsa da, burada müəyyən qədər əvvəlcədən planlaşdırma, yəni pedaqoji rəhbərliyi həyata keçirmək mütləqdir. Uşaqlara xidmət edici əmək vərdişlərinin aşılanması ilə yanaşı, eyni zamanda da burada müsbət keyfiyyətlərin formalaşdırılması üçün şərait yaradılmalıdır. Məsələn, müsbət keyfiyyət və adətlər dedikdə qənaətçilik, səliqəlilik, müstəqillik, əməksevərlik, fəallıq, bunlar nəzərdə tutulur ki, yəni bu keyfiyyətlər tərbiyə olunmalıdır. Məsələn, təmizlik vasitələrindən istifadə edərkən qənaətlilik, səliqə ilə iş görmək, suyu yerə dağıtmamaq, məsəl üçün, müstəqil olmaq, yəni ki, işi özü başa çatdırmağa çalışmalıdır, əməyi sevməlidir, yəni burada əringəcliyə yol vermək olmaz, fəal olmalıdır, cəld olmalıdır. Bunlar yəni müsbət keyfiyyətlər, adətlər hesab olunur. Yəni özünə xidmət əməyi də formalaşdırılarkən, burada müəyyən vərdişlərin formalaşdırılması zamanı elementar hərəkətlər tərbiyəçi tərəfindən ardıcıllığı nümayiş etdirilməlidir. Məsələn, bax, tərbiyəçi deyir ki, Leyla, bax, mən necə əl üzümü yuyacam? Təmiz və səliqə ilə. Əvvəlcə əllərimi çirmələyəcəm, sonra əllərimi su ilə isladacam. Bax, beləcə. Yəni, tərbiyəçi ardıcıl sürətdə öz hərəkətlərini göstərməklə yanaşı, eyni zamanda da izahatını verir. Yəni, göstəriş izahatla müşahidə olunur. Özünə xidmət əməyi zamanı təlim üsulları dəyişdirilməməlidir. Yəni, özünə xidmət vərdişlərini qazanmaq üçün uşaqların məşq etmələri vacibdir. Yəni, bu məşqlər zamanı da təlim üsulları hər zaman eyni ardıcıllıqla getməli, eyni təlim üsullarından istifadə olunmalıdır ki, uşaqlar vərdiş halına alsın bu proses. Yəni, bir gün uşağı bu yolla, sabah başqa yolla belə deyək, öyrətmək artıq uşaqda çaşbaşlıq yaradacaq. Yəni, geyinmə qaydaları, əl üz yuma qaydası, oyuncaq və materialların yığışdırılması eyni qayda ilə uşaqlara hər gün təkrar olunmalıdır. Və bu məşqlər sayəsində də uşaqda artıq müəyyən qədər vərdişlər yaranacaq. Və tərbiyəçinin vaxtında və yerində verdiyi izahatlar uşaqlarda vərdişlərin möhkəmlənməsinə şərait yaradır və eyni zamanda da vərdişlərin möhkəmlənməsində xatırlatma metodundan da istifadə olunması təqdirə layiqdir. Və burada ən başlıca cəhət uşaqların iş nəticələri ilə tərbiyəçinin maraqlanmasıdır. Yəni, tərbiyəçi diqqət yetirməlidir ki, görülən iş həqiqətən də nəticə verdimi? Daha sonra kiçik qruplarda gəlin görək özünə xidmət vərdişləri necə formalaşdırılır, hansı yollarla özünə xidmət vərdişlərini formalaşdırmaq, deməli, kiçik qruplarda uşaqların müstəqil yemək, əl üz yumaq, geyinmək,
Daha sonra geyinib soyunmaq öyrədilməklə şərtləndirilir. Burada müşahidələr göstərir ki, tərbiyəçilər uşaqlarda özünəxidmət vərdişlərinin formalaşdırılmasında bir qədər sistemsizliyə yol verirlər. Məhz bu məsələlərə görə də bir qədər vərdişlərin formalaşdırılması ləngiyə bilər. Ona görə də yəni sistemsizliyə yol vermək olmaz. Əl üz yuma vərdişlərinin aşılanması zamanı da tərbiyəçi fəal olmalıdır. Uşaqların özlərini bu işə sövq etməlidir ki, yəni uşağın özünü məsələn əl üz yuyana yaxınlaşdırırsan, özün əl üzünü yu deyirsən və mən bu işdə sənə kömək edəcəm deyirik. Tez bir anda tərbiyəçinin köməyi ilə artıq uşaq tapşırığı yerinə yetirmiş olur. Çünki artıq özü icra etməyə başlayıb, tərbiyəçi müəyyən göstərişlər verib burada. Yəni, məsələn, burada biz əlləri su ilə isladırıq, ovucumuzun içi və əllərimizin arxa tərəfini bir-birinə sürtməklə uşaqlara müəyyən qədər artıq yol göstərmiş oluruq. Və ümumiyyətlə götürsək, uşaqları özünəxidmət üzrə tələblərlə tanış etmək üçün məşğələlərdən başqa ətrafdakı yaşlıların və böyük məktəbə qədər yaşlı uşaqların davranışını da gündəlik olaraq müşahidə edilməsi, eyni zamanda kitablarda verilən illüstrasiyalara baxış, bədii əsərlər vasitəsilə mütaliə və gəlincik tamaşalarından istifadə olunmaq yolu ilə biz onlarda özünəxidmət vərdişlərini daha da geniş şəkildə formalaşdıra bilərik. Orta qrupda artıq uşaqlar əl üz yuma, geyinmə və yemək belə deyək mədəniyyətində artıq müəyyən qədər müstəqillik əldə etmişlər. 5 yaşlı uşaqlar özünəxidmət üzrə bir çox əsas vərdişlərə yiyələndikləri üçün onların qarşısında geyinmə zamanı qarşılıqlı kömək göstərmək vəzifəsi qoyulur. Yəni, bir-birlərinə hansı uşaq çətinlik çəkirsə, daha yaxşı işi görən uşaq ona mütləq kömək etməlidir. Yəni, qarşılıqlı kömək göstərmək vəzifəsi bu cəhətdən qoyulur. 5 yaşlı uşaqların 3 yaşlı uşaqlarla ünsiyyətinin təşkili onlarla köməklik deməli, göstərmələri ilə öz həllini tapır. Yəni, burada ünsiyyət üsulundan istifadə etməklə 5 yaşlı uşaqlar 3 yaşlı uşaqlara kömək edə bilərlər. Və bundan əlavə, uşaqların əməli fəaliyyəti 3 formada icra edilir ki, bunlar tapşırıq, növbətçilik və kollektiv formaları olaraq kateqoriyalara bölünür. Uşaqların əmək fəaliyyətinin təşkilinin sadə forması tapşırıqlardır. Biz burada yəni özünəxidmət əməyi barədə danışdıq. Ümumilikdə əmək vərdişlərinin formalaşdırılması dedikdə biz burada bütün əmək növlərinə toxunmalıyıq ki, yəni əmək vərdişləri necə formalaşdırılmalıdır, hansı istiqamətlərdə aparılmalıdır bu iş və hansı formalardan istifadə edilməlidir. Bunlar deməli tapşırıq üsuludur, növbətçilikdir və kollektivçilikdir. Gəlin görək tapşırıqlar deyəndə nələr nəzərdə tutulur. Burada yəni kiçik qrupdan başlayaraq artıq uşaqlara müəyyən qaydada belə deyək, çətin olmayan sadə tapşırıqlar verilir. Yəni burada məqsəd qoymadıqda daha keyfiyyətli iş ərsəyə gəlir. Yəni kiçik qrupda onlar müəyyən qədər yəni bacarıqlara yiyələnmədiklərindən ona görə də burada məqsəd qoyulması doğru deyildir. Və burada tapşırıqlar deyəndə tapşırıqların müəyyən qədər verilməsinin bəzi xüsusiyyətləri var ki, gəlin onlara nəzər salaq. Tapşırıqlar həmişə böyüklər tərəfindən verilir. Daha sonra nəticə əldə etmək üçün düzgün istiqamət verilməlidir. Tapşırıqların konkret müəyyənləşdirilməsi vacibdir. Uşaqlarla fərdi iş aparmaq üçün geniş imkan yaradılmalıdır. Və tapşırığın verilməsi fərdi, kiçik qruplarla eyni zamanda da kollektiv şəkildə həyata keçirilə bilər. Məzmun baxımından tapşırıqlar sadə və mürəkkəb ola bilər. İcra edilmə xarakterinə görə fərdi və ya birgə ola bilər. Yerinə yetirilmə müddətinə görə isə epizodik, qısa müddətli və ya uzun müddətli ola bilər. Tapşırıqlarda burada rəngarənglikdən istifadə etmək önəmlidir. Çünki burada uşaqların tərbiyə işində bunun faydası böyükdür. Müşahidələr göstərir ki, uzun müddətli tapşırıqlar uşaqlarda vərdişlərin formalaşdırılmasına xüsusi imkan yaradır və burada tapşırıqlar uşaqlarda məsuliyyət hissini artırmaqla yanaşı, eyni zamanda da iki fəaliyyət növünü tədricən
ayırmaqda tərbiyəçiyə kömək edir. Yəni burada biz düzdür, əmək fəaliyyətini oyun prosesi formasında həyata keçirsək də, artıq müəyyən müddətdən sonra tapşırıqların verilməsi ilə oyun və əmək bir-birindən artıq ayrılmış olur. Ən sadə tapşırıqlar vermək məqsədə uyğundur daha kiçik yaş qruplarından. Yəni nəyisə vermənə, nəyisə qaldır yerdən, məsələn nəyisə itələmək. Bunlar yəni sadə tapşırıqlar hesab olunur. Burada 3 yaşdan 5 yaşa qədər olan dövr tapşırıqların verilməsi üçün vacib olan bir dövrdür. Tapşırıq daha çox günün birinci yarısında, yəni səhər yeməyi vaxtı, yaxud da ikinci yarısı üçün gündüz yuxusundan sonra təşkil edilir. Yaxşı olar ki, deməli 2 yaşından artıq sadə və gücü çatan işlərə uşaqları cəlb edək. Yəni burada məsələn oyuncağı gətir, topu mənə gətir, topu yerinə qoy, belə yəni sadə tipli tapşırıqların verilməsi məqsədə uyğundur. Və kiçik qruplarda adətən təbiət güşəsindəki əməklə bağlı rəngarəng tapşırıqlardır, qrup otaqlarıdır, bağçanın sahəsində müxtəlif məişət təsərrüfat əməyinin icrasıdır. Bunlar yəni müntəzəm olaraq bu işlərə uşaqlar cəlb edilirlər. Deməli, burada əsas diqqət tapşırıqların məzmunu ilə bağlı bir sıra amillərə nəzər salmaq lazımdır ki, burada tərbiyəçinin maraq və həvəsidir, uşaq bağçası və qrupların mövcud şəraitidir, əmək tərbiyəsinin təşkili, coğrafi şərait. Yəni tapşırıqlar verilərkən bunlar nəzərə alınmalıdır ki, yəni uşaqlar bu işləri yerinə yetirə biləcəkmi ya yox. Deməli, uşaq əməyinin pedaqoji prinsipi təşkili üzrə müəyyənləşdirilir. Yəni hansı əməkdən istifadə edəcəyik? Burada yəni uşağın gücü çatan əməkdimi, pedaqoji məqsədə uyğunluq nəzərə alınmalıdır, təsir üsuludur, onların miqdarıdır, mürəkkəbliyidir. Yəni uşağın əməyinin pedaqoji prinsipi təşkili cəhətdən məhz bu cür müəyyənləşdirilir. Deməli, bir üsulla hərəkətin yerinə yetirilməsi ilə bağlı tapşırıqlar vermək, aparmaq, gətirmək, çəkmək, itələmək, qaldırmaq, bunlar sadə əmək tapşırıqları hesab olunur. Və bir də var ki, məsələn, sadə tapşırıqlar həmçinin tərbiyəçinin iş görərkən uşaqlara məsələn buyurmasıdır, tapşırıq verməsidir ki, məsələn deyək ki, kitab təmir edir tərbiyəçi. Bu zaman kağız, yapışqan, fırça, qayçı lazımdır. Uşaqlara deyir ki, yəni bunları mənə gətirin. Və həmin alətlərlə əmək prosesində uşaqların davranma qaydalarıdır, həmin lazım olan material və alətlərlə uşaqların tanış olmalarıdır, xeyirxahlıq göstərmələridir, yaşlılara kömək etməkləridir. Məhz bunlar sadə tapşırıqlar yolu ilə uşaqlara öyrədilir. Və bu üsuldan başqa ikinci qrup əmək tapşırıqları vardır ki, deməli bu tapşırıqların icrası zamanı uşaqlar müəyyən əmək fəaliyyəti vərdişləri, məsələn iş üçün əlavə əşya və ya avadanlıq olmaqla onlarla davranmaqdır, götürməkdir, sonda iş yerini yığışdırmaqdır, öz fəaliyyətini elementar şəkildə planlaşdırma bacarığıdır ki, bunlar formalaşdırılır. Məsələn, qəfəsi yumaq, heyvanları, balıqları, quşları yemləmək, otaq bitkilərini, güllüyü və dirliyi suvarmaq, bunlar ikinci qrup əmək vərdişləri, daha doğrusu əmək tapşırıqları hesab olunur. Üçüncü qrup tapşırıqlar isə uşaqlar tərəfindən dərhal yox, bir neçə dəfə təkrardan sonra baş verir, artıq formalaşmış olur. Məsələn, səpmək, əkmək, belə tapşırıqlar böyük və məktəbə hazırlıq qruplarında tətbiq edilir. Bir də xüsusi qrup vardır ki, xüsusi qrupa aid olan tapşırıqların nəticəsi görünmür. Yəni bunlar sözlə ifadə edilir. Məsələn, uşaq soruşa bilər ki, biz uşağa tapşıra bilərik, səhər yeməyinin bu gün nə olacağını aşpazdan soruşsun. Canlı güşənin sakinlərindən quş, ev dovşanı üçün yem olub olmadığını soruşmaq. Və bir də ki, uşaqlara tapşırıqlar verərkən onların fəaliyyətini meyarlar üzrə dəyərləndirmək lazımdır. Məsələn, işi nə dərəcədə yerinə yetirir? İşi həvəslə axıra çatdırırmı? Yaşlılar ilə və yaxud yaşıdları ilə işləməyi bacarırmı? Yəni, bu uşaqda bir qədər sosial, emosional sahədə irəliləyiş varmı? İnkişaf gedirmi? Yəni, bunları meyarlar üzrə dəyərləndirmək lazımdır. Uşaq əməyinin nisbətən, yəni tapşırıqla müqayisədə nisbətən mürəkkəb təşkili forması da növbətçilikdir. Deməli, müəllimlər, növbətçilik nədir? Uşaqdan müstəqillik tələb edən növbətçiliklə bağlı tapşırıqları tərbiyəçi ardıcıllıqla hissələrə bölməlidir.
Uşaqlar tapşırıqları deməli ardıcıllıqla yerinə yetirməklə onlarda müəyyən qədər bacarıqlar formalaşdırılır. Məsələn, kiçik qruplarda deyək ki, ilin sonunda yeməkxanada keçirilə bilər növbətçilik. Növbətçilik işi adətən deməli burada yeməkxana fəaliyyəti ilə bağlı qrup otağının yığışdırılmasıdır, yeməyin süfrəyə düzülməsidir. Məsələn, salfetlərin gətirmək, indi isə məsələn işə qaşıqları düzmək lazımdır. Daha sonra çörək qabını stolun üstə qoymaq lazımdır. Yəni bu işlər ardıcıl olaraq həyata keçirilməlidir ki, stolun üstünə süfrə salmaqla bağlı müəyyən bacarıqlar yaransın uşaqlarda. Kiçik qruplarda növbətçilik yenə deyirəm ilin axırlarında baş verir. Çünki artıq onlarda müəyyən bacarıqlar əmələ gəlir və burada uşaqları marağına istinad olaraq tərbiyəçi onlarda vəzifə anlayışını başa düşmək imkanı yaradaraq aydınlıq gətirir. Orta qruplarda isə tərbiyəçi deməli növbətçiliklə bağlı ilin əvvəlində növbətçilik işini həyata keçirir və tərbiyəçi məşğələlərə hazırlaşarkən uşaqların köməyindən istifadə edir. Növbətçilərin sayı isə ən azı 2 olmalıdır. İşin həcmindən asılıdır təbii ki növbətçilərin sayı, amma ən azı 2 nəfər olmalıdır. Yay vaxtı dirilik və çiçəklikdə iş çox olduğuna görə tərbiyəçi növbətçilərin sayını artırmalıdır. Böyük qruplarda isə uşaqların növbətçiliyi onların birləşməsidir, müstəqillik və özünü təşkildir, ictimai fəallığın dərk edilməsidir, ictimai faydalılığın dərk edilməsidir. Yəni bu kimi keyfiyyətlərin tərbiyə olunması üzrə əməyin məzmunu formalaşdırılır. Uşaqlar yeməkxana üzrə məşğələlərə hazırlıqdır, təbiət güşəsi üzrə müntəzəm olaraq növbətçilik edirlər. Deməli, burada yeməkxana üzrə növbətçilik deyəndə müəllimlər süfrənin tam düzəldilməsidir, stolu yığışdırılmasıdır, bunlar nəzərdə tutulur və böyük qrupda təbiət güşəsində növbətçilik keçirərkən isə tərbiyəçi izahat olaraq canlı güşədə yeni nümunələr və onlara qulluq qaydalarını uşaqlara başa salmalıdır. Məktəbə hazırlıq qrupunda isə növbətçilik işin belə deyək, həcminə müvafiq olaraq artıq növbətçilik işinin həcmi artırılır və əmək fəaliyyətinin təşkilində uşaqların kollektiv əməyinin də mühüm rolu vardır. Biz öyrəndik ki, işin ümumiyyətlə əmək vərdişlərinin formalaşdırılmasında işin təşkili müəyyən formalarda həyata keçirilir. Tapşırıqlar idi, növbətçilik idi və kollektiv əmək idi. İndi isə gəlin kollektiv əmək barədə danışım sizlərə. Deməli, qrup otağını yığışdırmaq, sahəni səliqəyə salmaq, dircik və güllükdə seyr etmə aparmaq, tərəvəz və meyvə yığmaq, otağı bəzəmək, təbii ki, otağı bəzəmək deyəndə burada bayram qabağı müəyyən işlərdə tərbiyəçiyə köməklik göstərilməsi və bütün uşaqların prosesə cəlb olunması nəzərdə tutulur. Uşaqların kollektiv əməkdə eyni vaxtda iştirakı tərbiyəçinin onlarla apardığı pedaqoji rəhbərlikdən çox asılıdır. İş sadələşdirmək üçün tərbiyəçi uşaqlarla deməli birlikdə həyata keçirməlidir bu işi. Uşaqlar böyük qruplara bölünməlidir. Həmçinin də əməkdə uşaqların birləşdirilməsi, yəni əməkdaşlıqla yanaşı eyni zamanda əmək, ümumi əmək, birgə əmək həyata keçirilməyə nail olmalıdır. Eyni zamanda tərbiyəçi bir neçə uşağa eyni vaxtda fərdi olaraq tapşırıq verir. Təbii ki, biz fərdi olaraq hər bir uşağa tapşırıq veririk, amma bu o demək deyil ki, bu iş kollektiv deyil. Sadəcə olaraq kollektiv əməyin biz birlikdə icra ediriksə, hər bir uşaq bir fəaliyyəti icra etmiş olur. Lakin nəticə ümumi olaraq, belə deyək, sonda ümumi bir nəticəyə gəlirlər. Uşaqlar sərbəst olaraq bir-birindən asılı olmayaraq yanaşı işləyirlər. Uşaqlarda kollektiv əməkdə bir çox mənəvi keyfiyyətlər formalaşır ki, bunlar məsələn bir yerdə çalışmaqdır, bir-birinə kömək etməkdir. Daha sonra yoldaşının düşdüyü çətinliyi dərk edib ona öz köməyini təklif etməkdir, ümumi əmək nəticələrinə sevinməkdir. Bunlar yəni fərdi şəkildə hər bir uşaq müəyyən işi icra etsə də, ümumi əmək nəticələri uğrunda yəni belə deyək, mübarizə aparırlar. Və uşaqları ümumi əməkdə birləşdirmək üçün bir nəfərin görə bilmədiyini birlikdə görərik prinsipindən istifadə etmək lazımdır.
Ümumi əməyin xüsusiyyətinə misal olaraq burada oyuncaqları, qoyulan rəfləri yığışdırmaq, tapşırığını icra etmək olar. Məsələn, bunun üçün oyuncaqlar, gəlinciklər, rəfləri, yəni oyuncaqların, gəlinciklərin yerləşdiyi həmin o rəfləri silmək, təmizləmək lazımdır. Eyni nəticə uğrunda işlər uşaqlar arasında bölünür ki, kollektiv əməyin digər bir mürəkkəb növü də uşaqların birgə əməyidir. Bax, bütün bu işlər birgə əməyin nəticəsidir. Məsələn, təbii materiallardan oyuncağın hazırlanması birgə əməklə deyil, yalnız bir uşağın işi əvvəldən axıra çatdırıb yekunlaşdırmasındır. Yəni, bu nə deməkdir? Burada hər bir təbii materialdan oyuncağın hazırlanması, yəni zamanı hər bir uşaq bir işi icra edir. Yəni, birgə əməyə misal olaraq hər hansı bitkinin əkilməsidir, birgə həyata keçirmək nəzərdə tutulur. Yəni, burada birgə əmək dedikdə, hər hansı bir bitkinin əkilməsinin zamanı uşaqların hərəsi bir iş görürlər. Məsələn, biri ləkləri nişanlayır, yumuşaldır, başqa ştilləri daşıyır, paylayır. Üçüncülər ştilləri aqrotexniki qaydada, yəni tərbiyəçinin köməyi və nəzarəti ilə həyata keçirirlər. Birgə əmək dedikdə, yəni ümumi bir işdə hər kəsin özünün fərqli, belə deyək, işi var və hər kəs də ümumi nəticələrə çalışır ki, bir özünün də payı olsun məhz o ümumi nəticələrdə. Tərbiyəçi uşaqların kollektiv əməyinə rəhbərlik edərkən eyni vaxtda iki məsələni də həll etmiş olur ki, bunlardan biri hər bir uşağın səyini qoyulmuş məqsədə yönəltməkdir, tapşırığı yerinə yetirməkdə çətinlik çəkən uşaqlara xüsusi diqqət yetirmək. Yəni, müəllimlər, burada biz kollektiv əməkdən, birgə əməkdən danışdıq. Düşünürəm ki, yəni sadə bir mövzudur. Bir dəfə, iki dəfə, yəni öyrənməklə biz, yəni bunu oxumaqla daha doğrusu, biz bu özünəxidmət əməyi barədə və ümumilikdə özünəxidmət əməyinin, bu əmək deyək, işlərinin, vərdişlərinin uşaqlarda formalaşdırılması məsələsini artıq bilmiş olacağıq. Hələlik bu qədər müəllimlər, sağ olun.